uşaqlar? Sağ olun. Əyləşin. Uşaqlar, bu günlərim sizinlə deməli, coğrafiyadan ikinci hissə kitabımızın daxilində olan mövzulara aid suallarla davam edəcəyik və bunu bir sıra bir də sual qatarı formasında edəcəyik. Hazırıq? Tamam. Elimde gördüğünüz kartlarda kitabınızda mevzulara ait suallardır ve ben bu kartları bu kutunun içine yığıram. Bu bizim uşaqlar sizinle bu il için sonuncu sual qatarımızdır. Başlayabiliriz. Birinci sırayla başlayırıq. Buyurun. Dünyanın en kasıb ölkəsi hansıdır? Doğrudur. Buyurun. Yer kürəsinin neçə ilin qurşağına bölünür və hansılardır? Gecə və gündüz. Yox, o biraz daxil olan. Yer kürəsi neçə iqlim qurşağına bölünür? 4. Sürəyə də görək. 5 iqlim qurşağı, quraq iqlim, qütb iqlim, mülayim, kontinental, Tropik. tropikal. Aferin. Buyurun. İzoterimler neye deyilir? Aha. İzoterim ne değil? Çiçekte görün. Səyahət özəldə insan kontrol malikini yuxarı birləşdirər. Təzik hansı cihazda ölçülür? Böyle. Burayı. Yağışın miqdarı nə ilə Yağışın miktarı nə ilə ifadə olunur? Yağışın miktarı nə ilə ifadə olunur? Buyur. Yani millimetre. Demem yani millimetreler. Tamam. Bəşəriyyətin tarixində ən yüksək artım Neçənci ildə baş verib? En yüksek artım neçənci ildə baş verib? 2000 Hayatta görün. Doğrudur. Bəli. Birinci sıradan doğru cevap verenler ellerini kaldırsınlar. 1, 2. Deməli uşaqlar, birinci sıradan 2 nəfər birinci mərhələdə deməli keçibdi ikinci mərhələyə. İkinci sırayla davam edirik. Buyurun. yağış hansı cihazla ölçülür? Yağış ölçən. Doğrudur. Buyurun. Gecə və gündüz bizləri necə yaranır? Quyu və suyun temperaturu nə? Düzdür. Düz deyirsən. Temperatur fərqindən təzyiq fərqi yaranır. Nəticədə gecə və gündüz fərqi yaranır. Doymamış su buxarı nəyə deyilir? Doymamış su müəyyən miqdar Hayatta görün. müəyyən temperaturda maksimum su buxarından az olarsa doymamış. Ayşe. Doğru. Hava alətləri ilə təchiz olunmuş qutu hansıdır? Necə adlanır hava alətlərinə təchiz olunmuş qutu? Mən Qutu necə adlanır? Günlərdə görün. Meteoroloji qutu başqa cür necə adlanır? Dəqiq Sadık. Doğru. Evet. Geçerin əsasını çəkmək 1960. Doğrudur. Gözünün bulutla örtülmə səviyyəsi nə ilə ifadə olunur? Otlas. Doğrudur. Antarktidada buzun orta qalması kilometrdir. Antarktikada buzun orta qalmasını çəkmir. Mən deyirəm. Bir tamamlanır. Düzdür. Buyurun. kapitallar. Kapital nerede? Bilmədin. Evet, burada olmam. Tamam. 1, 2, 3, 4. Deməli, ikinci sıradan 4 şagirdimiz birinci mərhələdə doğru cavab verib. Üçüncü sırayla devam edirik uşaqlar. Rütubətlik nəyə deyilir? Rütubətlik yer səthinin
rütubətlik qeyd edilir. Nəyin miqdarı? Ziyadəsi. Ömer değil, Yani- Mehmet A israfı. Gözünde yukarı miqdarına doğrudur. İçində əhalinin neçə faizi şəhərdə yaşayır? 64%. Düz, ora qoy. Neçəsinə qədər Çin dünyanın ən çox əhalisi olan ölkə idi? 2023-cü il. A, 22-23-cü il. Ora qoy. Şey hansı aylarda olur? Yaz, yay. Doğrudur. İşçi qüvvəsi də verir. Mən Sonra göndərdin 15 sualı hazırlamışdın. Ha, işçi qüvvəsi nədir? mən öz ehtiyacımı ödəyirəm fərdlərə. Mən deyim. İşçi qüvvəsi nədir? Degin. Fiziki və zehni fəaliyyətə malik olan şəxslər. Fiziki və zehni fəaliyyətə malik olan şəxslərə işçi qüvvəsi deyilir. Doğrudur. Qəsəbə nədir? Şəhərlə kənd arasında olan keçid. Keçid yaşayış mərkəzi. Bura qoyun uşaqlar. Hayır. Şəhər nə deyilir? Kənd və mənşələr insanların məskunlaşdırır, qalsız məskunlaşdırır. Sırf məskunlaşdırılır. Qəbul edilir. Kimlər doğru cavab verir? Əlini qaldırsın. Doğru cavab verənlər. 1, 2, 3, 4, 5, 6. Aferin. Üçüncü sıra 6 bal kazandı birinci mərhələdə. İkinci mərhələ ilə davam edirik dərsimizi və ikinci mərhələdə birinci sırada 2 nəfərlə davam edəcəyik. Buyurun. Qrup hansı aylarda olur? De gör Fatih. Ay işıq şəhərində. Faizden aşağılar. Doğrudur. Evet. Məskunlaşma əraziləri nə edir? Ki, bir insanlar bir yerdə sıxlaşır. Yani bir anda belki yolda mesela ben başa düşürüm. Hayatta görün. İnsanların müəyyən ərazi tarixə yayılma prosesidir. Doğrudur. Sualın cevabını uşaqlar tam verin. Tam. Çok təəssüf ki, birinci mərhələdə, birinci sıradan heç bir şagird doğru cavab vermədi və 0 bal qazanmış oldu. İkinci sırayla ikinci mərhələni davam edirik. Başlayaq. Abşeron Xoca İqtisadi rayonunun inkişafına görə hansı rayondan geri qalır? Bakı İqtisadi rayonu. Doğrudur. Miqrasiya nədir? Miqrasiya nə dedik? Miqrasiya bir ay ərzində. Yox. Miqrasiya nə dedik? Sürəyə de görün. Əhalinin bir yerdən başqa yerə köçməsini. Doğrudur. Əyləşin. Viktor Zuşalı hansı ərazilərdə əhatə edir? Arktika və Antarktika. Doğrudur. Hava proqnozu nə edir? Havanın gələcək haqqında ona məlumatlar. Doğrudur. Aferin. İkinci mərhələdə, ikinci sıradan 3 nəfər doğru cavab verdiyinə görə 3 bal qazanmış olur. Üçüncü sırayla davam edirik dərsimizi. İqtisadiyyat nələrdən ibarətdir? İşçilik, dükan təsərrüfatı və s. Sonra bir də Bir də ofis işləri. yəni Ofis, Xidmət. xidmət. tamam qəbul olunur. Buradan düşməyin yağıntılar hansılardır? Şeh, qurov, silsila. Sıra. Silsila. Tamam qəbuldur. Buyurun. Təbii artı nəyə deyilir? Bir il ərzində yeni doğulanlarla ölənlərin arasında olan fərq. Doğrudur. Azərbaycandan çox yağıntı harada müşahidə? Fars dağlarının ətəşləri. Doğrudur. Soy bilgili ölkəmizdə neçə metr ərazilərə əhatə edilir?
Neçə metrə qədər olur soyuq iqlim? Dedim. Məhəmməd də görün. 1400-2700. Doğrudur. Təmizmən əyləş. Neçənci ildə BMT-nin təşkilatının Çindən əmək demografik siyasətə başladı. Neçənci illərdə Çin demografik siyasətlə başladı? Yox. Ben Begüm Sadık. ben 1960-1970. Düzdür. Üçüncü sırada kimler doğru cevap verdi? Ellerini kaldırsınlar. 1, 2, 3, 4 nəfər. Deməli, üçüncü sıra 4 bal kazanmış oldu. Sıra yarışımızı bundan tamamlayırıq. Birinci sıramız 2 bal kazandı. İkinci sıramız 7 bal. Üçüncü sıramız ise 10 bal kazanarak galip olmuş oldu. İndi ise dersimizi sual qatarı ilə davam edək. Galip olanlar zəhmət olmasa lütfə çıxsınlar.